Rəvayətlərdə bildirilir ki, Mehdi gəldikdə o İslamı bərpa edir. Rəvayətlərdə bildirilir ki, Mehdi gəldikdə o bütün nəbilər və elçilərin varisidir. O gəlir və əslində onların şəriətini bərpa edir. O onların şəriəti ilə əməl edir. Dini öz əslinə qaytarır. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve ali Muhammed. El-emma vel mehdina ve sellem teslima. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz bacım və sahabəm Tifani. Və aleyküm salam və rəhmətullahi və bərəkatuhu Həzzata. Bugün məni bura dəvət etdiyiniz üçün mən sizə çox təşəkkür edirəm. Allah səndən razı olsun. Mənə qoşulduğun üçün təşəkkür edirəm. Düşünürəm ki, bugün biz missiyamızı bir növ ümumiləşdirəcəyik. Bu bölümü sanki missiyamızın bir bəyanı, bizi uzun müddətdir izləyənlər eyni zamanda bu kanalla və ya bu dəvətlə təsadüfən qarşılaşanlar üçün bir xülasə edəcəyik. Bəlkə də bu bölüm indiyə qədərki gəldiyimiz nöqtə üçün bir növ istinad rolunu oynaya bilər. Və onlara nəyi iddia etdiyimizi, hara getdiyimizi və nə üçün getdiyimizi anlamaq üçün çox uyğun, ardıcıl və sadə bir şəkildə xülasə edə bilərik. Bəli. Beləliklə biz inanırıq və bəyan edirik ki, İmam Mehdi Muhammed bin Həsən Əskəri əleyhissalam 2015-ci il yanvarın 23-də zühur etdi. Və onun zühur etməsinin sübutu İmam Sadiq əleyhissalamın və həmçinin Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin dilindən səslənən qədim bir kəhanətdir. Onlar zühur vaxtını dəqiqliklə göstərdilər. O zaman ki, onlar belə dedilər, Hicazı adı heyvan adı olan bir adam idarə edəcək. Bəli. Əgər ona uzaqdan baxsanız, çəpgöz kimi görünür. Əgər ona yaxınlaşsanız və ya yaxından baxsanız, gözlərində heç bir şey yoxdur, normal görünür. Bəli. Yaxşı. Onun xələfi isə Abdullah adlı bir qardaşı olacaq. Ondan mənim şiyələrimin vay halına. Və o, bunu 3 dəfə təkrarladı. Mənə onun ölüm müjdəsini verin, mən də sizə höccətin zühur müjdəsini verim. Beləliklə, onlar bu xüsusi bölgəni idarə edəcək bir kralın ortaya çıxacağını dəqiqliklə bildirdilər. Hicaz bugün müasir Səudiyyə Ərəbistanı olaraq bildiyimiz və ya adlandırdıqları yerdir. Bu, Kəbənin yerləşdiyi və əksər müsəlmanların üz tutduğu həmin ölkədir. Tarixdə oranı yalnız bir dəfə adı heyvan adı olan bir adam idarə edib. Və o da Kral Fəhddir. Fəhd, bəbir deməkdir. Və yalnız bu kralın gözləri ilə bağlı o bənzərsiz hal var idi ki, ona uzaqdan baxdıqda bu şəkillərdə və videolarda da görünür. Onun çəpgöz kimi göründüyünü görəcəksiniz. Amma ona yaxınlaşdığınız zaman gözlərində heç bir qüsur olmadığını görürsünüz. Aydındır? Bəli. O həmçinin xələfi Abdullah adlı qardaşı olan yeganə kraldır. Və beləliklə bu rəvayətin bu şəkildə gerçəkləşməsinin bütün statistik ehtimalını inkar etmək qeyri-mümkündür. Bu yalnız bir dəfə baş verə bilərdi və yalnız bir dəfə baş verdi. Bu kəhanətin gerçəkləşməsi kimi qəbul edilməlidir. Və şiyələrin əksəriyyəti Kral Abdullahın ölümündən əvvəl bu kəhanətin bu şəxs haqqında danışdığı və o vəfat etdikdən sonra Mehdinin və Qaimin zuhur edəcək anlayışını artıq dərk etmişdilər. Və beləliklə tam olaraq 23 yanvar 2015-ci ildə bizim dəvətimiz İmam Mehdinin, yəni Muhammed bin Həsən Əskərinin zuhur etdiyini bəyan edən yeganə cəmiyyət oldu. Və biz ortaya çıxdıq və Muhammed və Ali Muhammedin rəvayətlərində İmam Mehdinin xəbərçisi və öncülü kimi qeyd edilən Yəmani obrazı olduğunu bəyan edərək, ortaya çıxan Əhməd Əl-Həsən Yəmani adlı bir şəxsin əmri ilə bu cəsarətli bəyanı etdik.
Və rəvayətlərə görə həqiqətdə 12-ci imamı tanımağın yeganə yolu Yamani obrazından keçir. Kəhanətlərdə deyilən budur. Siz ona tabe olmalısınız. O məsumdur. Onun bayrağına tabe olmayan hər kəs cəhənnəm əhlindəndir. Niyə? Çünki rəvayətlərdə bildirilir ki, o sizi sahibinizə, yəni 12-ci imama dəvət edir, çağırır və ona yönləndirir. Beləliklə vəd edilmiş Yəmani olan Əhməd Əl-Həsən önə çıxdı və bir qrup seçilmiş mömin götürüb, onları 12-ci imamla görüşdürdükdən, onları 12-ci imamla tanış etdikdən və onlar 12-ci imamla oturduqdan sonra əslində bizə İmam Mehdinin zuhur etdiyini elan etməyimizi əmr etdi. Və 12-ci imam onlara yaxın gələcəkdə baş verəcək bütün dünya hadisələri barədə kəhanət xəbərləri verdi. Və bu tarix 23 yanvar 2015-ci il. Yeni bir dövrün başlanğıcı oldu. Və bu, qaimin və onun səhabələrinin zuhur və qiyam dövrüdür. Aydındırmı? Bəli. Əla. Bu kəhanətlərin gerçəkləşməsinə əlavə olaraq, İmam Əhməd Əl-Həsən Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin vəsiyyətdəki Əhməd olduğunu bəyan edərək ortaya çıxdı. O vəsiyyət ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və alih ölüm yatağında yazmışdı. O vəsiyyət ki, Muhammed Peyğəmbər onu yazarkən, Qurani-Kərimdə Allahın hər hansı birinizə ölüm yaxınlaşdıqda bir vəsiyyət yazmalı olduğunuzu buyurduğu zaman bütün müsəlmanların üzərinə düşən bir öhdəliyi yerinə yetirirdi. O vəsiyyət ki, əvvəlki nəbilər və elçilər, onların hər biri onu yazmış və özlərindən sonra ümmət və möminlər üzərinə xəlifələrin təyin edilməsi kimi bu ilahi öhdəliyi yerinə yetirmişdilər. Adəm Şisi təyin etdi. Nuh oğlu Samı təyin etdi. İbrahimin İshaqı təyin etdiyini görürük. Musanın Yuşa ibn Nunu, İsa'nın Şimon Peteri təyin etdiyini görürük. Və Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihin Əli ibn Əbu Talibi təyin etdiyini görürük. Beləliklə bu dəyişilməz bir sünnətdir. Muhammed Peyğəmbər ölüm yatağında ilahi bir söz verdi. Vəsiyyətdən yapışan kəs nə böyük bir işdə, nə də kiçik bir işdə heç vaxt yoldan azmayacaq. Beləliklə, Əhməd Əl-Həsən əleyhissalam adının vəsiyyətdə olduğunu bəyan etməklə müsəlman ümmətinə bir söz verir. O, Allahın elçisinin vədini onlara çatdıraraq deyir ki, əgər mənə tabe olsanız, heç vaxt yoldan azmayacaqsınız. Və budur mənim sübutum. Mən sizin yanınıza Muhammed Peyğəmbərdən gələn o məktubla və Muhammed Peyğəmbərdən gələn o ilahi vədlə gəlirəm. Mənə tabe ola bilərsiniz və həqiqəti dediyimdən arxayın ola bilərsiniz. Bəli. Əhməd Əl-Həsən əleyhissalamdan başqa heç kim vəsiyyətdə Əhməd olduğunu iddia etməmişdi. Buna görə də onun bəyanı və sübutu sarsılmaz və inkar olunmazdır. Aydındırmı? Yaxşı, beləliklə biz bəyan edirik ki, bu dəvət özündə Allahın elçisinin vəsilərini ehtiva edir. Əhməd Əl-Həsən 12 Mehdinin birincisidir. 12 imamın da adı vəsiyyətdə qeyd olunur. Bəli. Və Əhməd Əl-Həsən mənə önə çıxmağı və özümü Mehdilərin ikincisi olan Abdullah və Ali Muhammedin qaimi olaraq bəyan etməyimi əmr etdi. Aydındırmı? Muhammed və Ali Muhammedin hədislərindən və həmçinin gələn kitablardan, ilahi kitablardan, Qurani-Kərim, İncil, Tövrat və qalan digər ilahi kitablardan çox aydın olur ki, hər dəfə bəşəriyyətə Ulul Əzmdən olan bir elçi gəldikdə, o yeni bir əhd və yeni bir fiqh və ya yeni bir şəriətlə gəlir. Bütün bu fiqhlər və şəriətlər fərqli olsalar da hamısı eyni mənbədən gəlir və tarixin müəyyən dövrlərində baş verən fərqli problemlərə həll yolu göstərir. Yaxşı? Bəli. Yer üzündəki insanlar bu əhdləri pozmağa meyilli idilər. Eynilə İsa Məsihin Musa əhdinin Məsihi olmasını inkar edərək
onu öldürməyə cəhd edərək Musa əhdini pozduqları kimi, İsanı çarmıxa çəkməklə və İsa Məsihin cəsədini, cismini həqiqətən də öldürməyə müvəffəq olmaqla onlar bu əhdi pozdular. Onlar həmçinin nəbiləri və elçiləri öldürməklə, şəriəti tərk etməklə də onu pozdular. Xristian ümməti İsa'nın ardıcılları seçilmiş ümmət oldu və yeni əhd doğuldu və İsa ölümündən əvvəl həmin inancdakı möminlərlə yeni bir əhd bağladı. Elədirmi? Və bu İncillərdə mövcuddur. Eyni şey müəyyən bir vaxtda yenidən baş verir. Xristianlar əhdi pozurlar. Onlar Muhammed Peyğəmbəri inkar edirlər. Muhammed Peyğəmbər yeni bir əhdlə gəlir və bu İslam və Muhammed əhdidir. Quran-ı Kərimdə olan fiqh və ya şəriət idi. Beləliklə Ulul Əzmdən yeni bir elçi göndərilən hər dəfə o yeni bir şəriət, yeni bir fiqh və yeni bir əhd gətirir. Peyğəmbər buyurmuşdu ki, müsəlman ümməti xristianların və yəhudilərin izi ilə addım-addım gedəcək. Ta ki, hər bir məsələdə onlara bənzəyəcəklər. Hətta onlar kərtənkələ yuvasına girsələr belə, bunlar da eynisini edəcəklər. Və doğrudan da onlar eynisini etdilər. Və onlar Muhammed Peyğəmbərin olan oğulları və ailə üzvlərini və məsum imamları, hüccətləri, xəlifələri, ilahi olaraq təyin edilmiş elçiləri öldürdülər. Onları bir-bir qətlə yetirdilər. İmam Hüseynin başını nizəyə taxdılar və onunla birlikdə ərəb torpaqlarını gəzdilər. Onlar İmam Hüseyn əleyhissalamın xələflərini və övladlarını da bir-bir həbs etdilər, zəhərlədilər, bıçaqladılar, onlara sui-qəsd etdilər. Bunu etməklə Allahın heç bir səlahiyyət vermədiyi, yad bir idarə etmə sistemini qurmaqla, normallaşdırmaqla və mənimsəməklə, halbuki o, özünün seçmədiyi birinin təyin edilməsinə nifrət edir və bunu edən ümməti rədd edir. Müsəlman alimləri və rəhbərləri Muhammed və Ali Muhammedin hüquqlarının qəsb edilməsini və bu ilahi sistemin yerini tutacaq, müxtəlif siyasi sistemlərin qəbul edilməsini normallaşdırmağa başladılar. İstər mövcud olmuş monarxiyalar olsun, istərsə də hazırda müsəlman torpaqlarında baş verən demokratiyanın qəbul edilməsi olsun. Bəli. Demokratiya Allahın rədd etdiyi bir sistemdir. Çünki o, insanlara öz rəhbərlərini seçməyə imkan verir. Halbuki o, Tövratda, İncildə və Quran-ı Kərimdə çox aydın şəkildə bildirmişdir ki, yer üzünə xəlifə təyin edən yalnız Allahdır. Davud, Süleyman və Talut kimi padşahları təyin edən yalnız odur. Nəbilər və elçiləri seçən də odur. Onlar isə bunu götürüb hamısını zibil qutusuna atdılar. Və müsəlman ümməti üzərində hökmranlıq edən Bəni Üməyyə, Bəni Abbas, Bəni Mərvan və digər zalımları qəbul etməyə, onlara tabe olmağa və onları rəhbər təyin etməyə başladılar. Və bütün bunları xalqın üstünlüyü ilə etdiklərini iddia etdilər. Amma xalqın seçiminə tabe olan hər kəs yoldan azacaq və məhz buna görə də Quran-ı Kərimdə buyurulur: əgər sən yer üzündə olanların əksəriyyətinə tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Rəvayətlərdə bildirilir ki, Mehdi gəldikdə o İslamı bərpa edir. Rəvayətlərdə bildirilir ki, Mehdi gəldikdə o bütün nəbilər və elçilərin varisidir. O gəlir və əslində onların fiqhlərini bərpa edir. O, onların fiqhləri ilə işləyir, dini öz əslinə qaytarır və o, həmçinin elə hökmlər verir ki, əgər Muhammed Peyğəmbər burada olsaydı, o, hökmlərlə razılaşardı. Və o, yeni bir fiqhlə və yeni bir kitabla gəlir, aydındırmı? Beləliklə, aydın olur ki, Mehdi babası Rəsulullah kimi geri qayıdır və həm Muhammed şəriətinin həqiqi hökmlərini, həm də əvvəlki digər şəriətləri bərpa edir. Buna görə də o, Kəbənin qarşısında duraraq deyir: kim Adəmə baxmaq istəyirsə, mən buradayam. Kim İbrahimə baxmaq istəyirsə, mən buradayam. Kim Musaya baxmaq istəyirsə, mən buradayam. Və o həmçinin deyir ki, onun bu şəxslər üzərindəki haqqı özlərini onların ardıcılları adlandıran insanların haqqından daha çoxdur.
Niyə? Çünki onların ardıcılları əhdi pozdular və uzaqlaşdılar. Beləliklə onlar uzaqlaşdılar, əhddən kənarda qaldılar və mirasdan məhrum oldular. Bəli. O nəbilər və elçilərin varisidir. Buna görə də bütün əbədi əmanətlər, nəbilərə və elçilərə verilən bütün əbədi vədlərin hamısı Mehdiyə keçir. Niyə Mehdi və niyə Mehdinin səhabələri? Çünki onlar həmin vaxt yer üzündə Allaha o qədər güclü iman edən yeganə insanlardır ki, onlar Allahdan və Allahın göndərdiklərindən başqa heç kimin rəhbərliyini, hakimiyyətini və qanunlarını qəbul etmirlər. Bəli, bu məntiqlidir və aydın məsələdir ki, biz bunun əvvəllər də bu cür baş verdiyini bilirik. Yəni, zaman boyu bir çox əhdlər olub. Əvvəllər o dində olan insanlar əhdi pozduqda onun davamından və mirasından məhrum olurlar. Biz bunu İsrail oğullarında və xristianlarda gördük. İndi isə bunu bugün Muhammed sallallahu aleyhi və aleyhi ilə birlikdə olduqlarına inanan insanlarda gördük. Onlar yoldan azıblar. Onlar doğru xəlifəyə tabe olmadılar və indi bilirsiniz ki, onlar o mirasdan bir paya sahib deyillər. Onlar tabe olunacaq doğru şəxslə birlikdə deyillər. Tamamilə doğrudur, gözəl dedin Tiffany. Və onlar artıq bunun bir hissəsi deyillər. Beləliklə, indi baş verən odur ki, biz Allahdan və onun elçilərindən miras aldıqlarımızı diriltməyə və həyata keçirməyə başlayırıq. Mehdi bütün dini miras alır və bütün din tək bir mənbədən gəlmişdir. Və bütün din bir xəlifədən digərinə ötürülmüşdür. Və məhz buna görə də Muhammed və Ali Muhammeddən gələn belə hədislər var ki, onlar İmam Sadiqin, İmam Baqirin və ya imamlardan birinin öz səhabələrinə Süleymanın üzüyünün və ya Rəsulullahın döyüşlərindən birində geyindiyi və üzərində qan ləkəsi olan köynəyinin, məsələn, Musanın əsasının, yaxud əhd sandığının və ya Allahın qılıncının onlarda olduğunu bəyan etdiyini görə bilərsiniz. Bütün bu müqəddəs əmanətlər son nəticədə Mehdiyə ötürülmüşdür. Və təkcə əmanətlər deyil, eyni zamanda nazil olduqları şəkildə qorunan kitablarda və məhz buna görə də əlinizdə olan Zəburu oxuduğu, Tövratı oxuduğu, İncili oxuduğu, Quran-ı Kərimi heç bir təhrif olmadan nazil olduğu kimi oxuduğuna dair rəvayətlər var. Vay, bu həqiqətən də çox gözəldir. Yəni mən Quran-ı Kərimin Muhammed və Ali Muhammed tərəfindən qorunduğunu əvvəlcədən bilirdim. Amma əslində Tövrat və İncil də daxil olmaqla bütün müqəddəs mətnlərin Mehdi tərəfindən bərpa ediləcəyini dərk etməmişdim. Onların hamısı bərpa ediləcək və öz orijinal formasında oxunacaq. Və bu ona görədir ki, Quran-ı Kərim, İncil və Tövratın ayələri ilə yanaşı Muhammed və Ali Muhammedin hədislərinin hamısının İnsanların bu mətnləri imperiya üzərindəki nəzarəti əldə saxlamaq və ilahi olaraq təyin edilmiş xəlifələrin haqqını qəsb etmək uğruna təhrif etdiklərini və dəyişdirdiklərini göstərir və bəyan edir. Beləliklə, o bunu miras alır, ancaq eyni zamanda o şəriətləri də miras alır. Yəni, həqiqi və əsl ibadət əməlləri üzərində və onları yerinə yetirməkdə hamıdan daha çox onun haqqı var. Çünki hazırda o ibadətləri edən, lakin eyni zamanda Allahın hakimiyyəti kimi təməl sütunu tərk edən və ya yalnız Allahın təyin etdiyi şəxslərə tabe olmaqdan üz çevirən insanlar, səhrada Allaha dua edən, amma eyni zamanda Allaha inanmayan bir kimsəyə bənzəyirlər. Onların duaları mənasızdır. İbadət əməlləri sadəcə olaraq heç bir mahiyyəti olmayan və qətiyyən heç bir təsiri olmayacaq sözlərin təkrarlanmasından və bir sıra hərəkətlərin icrasından ibarətdir. Rəhbər təyin etmək hüququnun yalnız Allaha məxsus olduğunu inkar edən şəxsin məsəli, Allahın varlığını tamamilə inkar edən şəxsin məsəli kimidir. Beləliklə, bizə görə insanların əksəriyyəti fərqində olmadan küfrə düçar olublar. Çünki onlar öz əməlsiz alimləri və həmçinin zəmanənin zalımları tərəfindən əsasən ateizmə, küfrə, uca Allahı inkar etməyə sürükləniblər. Aydındırmı? Bəli. Əla. Məsələn, biz indiyə qədər nazil olan müxtəlif əhdlərə baxsaq, onların əlamətləri olduğunu görərik.
Adəm əhdinin əlaməti məsələn ağacdır. Əlamət bu idi. Allah buyurur ki, o ağacdan uzaq durun. Aydındırmı? Bu ağacdan yeməyin və bu bir əlamət oldu. Bu bir göstərici oldu. Ağacdan yeyənlər artıq kafir kimi işarələndi. Həqiqi möminin əlaməti isə o ağacdan çəkinərək əhdə sadiq qalan şəxs olmasıdır. Beləliklə bu bir əlamətə çevrildi. Çünki buna əməl edənlər möminlər kimi tanındılar. Bu aydındırmı? Bəli, bu aydındır. Əla. Məsələn, Nuhun əhdinin əlaməti isə göy qurşağıdır. Və göy qurşağı əhdin bir əlaməti oldu. Çünki o ancaq tufandan sonra insanların üzərində parladı. Beləliklə, onun tufandan əvvəlki insanlar üçün olmaması və tufandan sonraki insanlar üçün parlaması o demək idi ki, o, yalnız tufandan sağ çıxanları işarələmək üçün görünür. Bəli, yəni indi biz möminləri tanıya bilərik. Çünki onlar tufan tərəfindən məhv edilməkdən xilas olanlardır və beləcə o, bütün sağ qalanların bir əlamətinə çevrilir. Bəli, tamamilə doğrudur. Necə ki Allah, mən yer üzünü heç vaxt bir daha eyni şəkildə məhv etməyəcəyəm deyə söz verir. Beləliklə onlar Allahla olan o vədi miras alan insanlar kimidirlər. Sanki onlar Tamamilə doğrudur. Allahla olan vədi miras alan insanlar əsasən bu gün yer üzünü dolduranlardır. Və bu gün yer üzünü dolduranların hamısının soyu Nuh'a gedib çıxır. Buna görə də onlar yalnız var olmaqla Nuhun əhdinin bir parçasıdırlar. Onlar tufandan qorunublar, beləliklə onu bu şəkildə tanıya bilərsiniz. İbrahim əhdinə gəldikdə isə əlamət sünnət olur və bu bir öhdəliyə çevrilir. Və bu elə bir şey olur ki, Tövratda sünnət olmayanların Allahın əhdini pozduğu çox aydın şəkildə qeyd olunur. Və onlar əhddən kənardırlar və çox aydındır və bəyan edilmişdir. Beləliklə sünnət olanlar əhdin daxilindədirlər. Və aydın məsələdir ki, onlar həmçinin İbrahimə və onun bir elçi kimi Allahdan gələn səlahiyyətinə inanmalıdırlar. Lakin əgər onlar İbrahimə inansalar və sünnət olsalar, artıq mömin kimi işarələnirlər və əhdin bir parçası olurlar. Beləliklə Mehdinin zuhur etməsi və onun nəbilərin və elçilərin varisi olması ilə heç şübhəsiz ki, o Nuhun əlamətini də miras alardı. Yer üzündəki bütün insanlar arasında göy qurşağının onu və səhabələrini işarələməsinə ən çox layiq olan o olardı. Çünki o tam olaraq Nuhla eyni dindəndir və o da sağ qalanlardan və ya sağ qalanların soyundandır. Planetdəki qalan insanlar Nuhun dinindən uzaqlaşıblar. Nuhun dini bu idi ki, Allah özünün seçmədiyi hər kəsi rədd edir və özləri rəhbər təyin edənlərin hamısı və Allah tərəfindən təyin edilməyən kiməsə tabe olanların hamısı yer üzündən silinməlidir. Nuhun hekayəsindəki mesaj bu idi. Və yer üzündə öz xəlifəsinin və varisinin kim olacağını seçən Allahdır. Buna görə də o Nuhu təyin edir və yer üzünü bir daha onun miras almasını təmin edir. Yəni o Adəmi təyin edir. İnsanlar sonunda Adəmin xəlifələrinin təyinatlarından uzaqlaşırlar. Allah hər şeyi silib atır və yer üzünü ondan sonra onun seçdiyi yeni bir adamın miras almasını təmin etməklə bu məsələni vurğulayır. O köhnə idarə etmə sistemini silib atır və yeni idarə etmə sistemini qurur. Bu sanki hər şey yenidən başlamaqdır. Başqa hamı bunu unudub. Biz isə bunu unutmamışıq və buna görə də Nuh üzərində bizim daha çox haqqımız var. Və göy qurşağı xüsusilə bizim üçün olan bir əlamətdir. Və o bizim üçün Allahın hakimiyyətinin əhli üçün parlayır. Aydındırmı? bu çox gözəldir. Sünnət daha çox İbrahimi əhdin əlaməti oldu və Mehdi bunu miras alıb və ardıcılları sünnətlidirlər. Və onlar sünnətə əməl edirlər. Onlar İbrahimin inancının həqiqi ardıcıllarıdırlar. Çünki onlar İbrahimin olduğu eyni dindədirlər. Onlar da öz zəmanələrinin saxta bütlərini rədd edirlər. İbrahim bir balta götürdü və insanların ibadət etdiyi bütləri məhv etdi.
Və bu gün biz də deyirik ki, var olan bütlər yaşayan, yeriyən, danışan bütlərdir. Eynilə İmam Sadiq əleyhissalamın açıqladığı kimi, o deyirdi ki, keçmişdə bütlər çubuqlardan və daşlardan hazırlanırdı. Və əgər bugün insanlara çubuq və ya daşdan olan bir bütə ibadət edin deyilsə, onlar bunu rədd edərlər. Lakin bugünkü bütlər Əbu Hənifə və onun kimi əməlsiz alimlərdir. Və beləliklə istər dini rəhbərlər, istərsə də siyasi rəhbərlər olsun, Allah tərəfindən təyin edilmədiyi halda tabe olunan bu insanları biz rədd edirik. Biz də İbrahim kimi öz zəmanəmizin Nəmrudunu Allah tərəfindən təyin edilməyən, təkəbbürlü olan, dünyanı tək bir dünya nizamında birləşdirməyə çalışan birini rədd edirik. O, yer üzünə nəzarət etməyə və göyləri dəlib keçən hündür tikilləri inşa etməyə cəhd etdi. Və o, hər şeydə Allahın hakimiyyətinə meydan oxudu. Biz də İbrahim kimi təvazökarlıq və özümüzü o insanlardan uzaq tuturuq. Yalnız Allahın təyin etdiklərinə tabe oluruq və öz zamanımızın İbrahimini tanıyırıq. O İbrahim ki, bizim yanımıza Muhammed Peyğəmbərin vəsiyyəti ilə gəlir və mən təyin edildim deyir və Allahın hakimiyyəti bayrağını qaldırır. Bu, o deməkdir ki, Allahdan başqa heç kimə tabe olunmamalıdır və beləliklə İbrahimin inancının və əhdinin mahiyyətini biz həyata keçiririk. Eyni zamanda onun əhdinin zahiri nişanələrini, əməllərini, sünnətlərini, ərzlərini də biz dirçəldirik və onlara əməl edirik. Onlara əməl etdiyimiz üçün mükafatlar alırıq və onlara əməl etdiyimiz üçün Allah tərəfindən qəbul olunuruq. Çünki vilayətdə olan yeganə insanlar bizik. Biz Allahın əhdinin çətiri altındayıq. Çünki yalnız onun hökmünü və onun nümayəndələrini qəbul edirik. Bu aydındırmı? Bəli, aydındır. Yaxşı, indi Musəvi əhdə gəldikdə. Hazırda bu kanalda elə nöqtədəyik ki, və danışdığımız mövzu da budur. Biz sünnətləri və fərzləri dirçəltməyin tam ortasındayıq və Musanın bizə qədər gəlib çatan miraslarını nümayiş etdiririk. Və əhdin özünün nişanəsi və ya əlaməti olan o miraslardan biri də Şabbatdır. Bu ən mühüm olanlardan biridir. Və biz demişik ki, hətta Yahudilər özləri belə Şabbata riayət etməyin şəriətin yarısına riayət etməyə bərabər olduğunu deyirlər. Bu bir göstəricidir. Bu Tövratda Allahın mənimlə sizin aranızda bir əlamət olacaq buyurduğu əlamət və ya itayət əməlidir. Deməli, bu nə deməkdir? Şabbatı pozan hər kəs, sünnəti pozan hər kəs kimidir. Onlar vilayətdən kənardadırlar. Onlar kafir sayılırlar. Onlar əhdə daxil deyillər. Biz Şabbatı geri qaytarmaqla əslində bütün dünyaya bəyan edirik. Bir dini inqilaba rəhbərlik edirik və deyirik ki, birincisi, biz bütün bunları geri alırıq, çünki onlar bizi heç vaxt tərk etməyib və onlar bizə məxsusdur. Məhz buna görə də biz 6 guşəli ulduzu götürüb nümayiş etdirmişik və İmam Əhməd Əl-Həsən onu dəvətimizin və əhdlərimizin simvolu etmişdir. Çünki Davud bizim Davudumuzdur, Süleyman bizim Süleymanımızdır, ulduz bizim ulduzumuzdur və məbəd bizim məbədimizdir. Lakin biz həmçinin Şabbatı geri qaytarırıq və Abdullah mənasını verən İsrail adını da tamamilə geri qaytarırıq. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, sən İsrailsən, Abdullah, mənim vəsimsən və sənə tabe olanların hamısı İsrail oğullarıdır. Və məhz buna görə də mən də oğullarımdan birinin adını İsrail qoymuşam. Çünki İsrail Qurani-Kərimdə qeyd edildiyi kimi Nəbinin adıdır. Lənətlənəcək bir ad deyil. Əhddən kənarda qalan və bugün bu dövrdə sadəcə olaraq həqiqi İsrail oğulları olmayan digər insanlarla əlaqələndiriləcək bir ad deyil. Həqiqi İsrail oğulları Allahla olan əhdi qoruyub saxlayanlardır. Bəli, yəni siz mənə Bibliyada Yeşaya kitabında ortaya çıxacaq İsrailin dağılmış tayfalarını bir araya toplayacaq və bütün millətlər üçün bir bayraq qaldıracaq bir insan haqqında danışan mütləq mənada ən sevdiyim ayələrdən birini xatırladırsınız və düşünürəm ki, biz elə indi bunun gerçəkləşdiyini görürük. Elədir və bilirsən nə var Tiffany?
Bibliyada qəti şəkildə bildirilir ki, şabbata əməl etməyənlər əhdin üzvləri deyillər. Beləliklə, Yəhudilər və bu dövrdə özlərini Yəhudi hesab edənlər buna etiraz edərlər və mən özünü belə hesab edənlər deyirəm. Çünki Allahın hakimiyyətini bəyan edən bir sistemin ardıcılı olduğunu iddia edə bilməz. Əgər sən həqiqi Yəhudisənsə və ya həqiqi xristiansansa, yaxud da həqiqi müsəlmansansa, sən yalnız istədiyini seçib götürməli deyil, Allahın nazil etdiklərinə tam tabe olmalısan. Bəli, bu ilk əmrdir, elə deyilmi? Bəli, bu odur ki, sənin Tanrın təkdir və sənin məndən başqa heç bir Tanrın olmayacaq və sən Rəbbin adını hədər yerə çəkməyəcəksən. Və bu əsasən La ilahə illallah və tağutdan bəraət bəyannaməsidir. Özünü var olan hər hansı digər tanrılardan, saxta bütlərdən bəri elan etməkdir. Və biz artıq demişik ki, saxta bütlər günümüzdəki bu dövrdəki səlahiyyət sahibləridir. Nəmrud və Firon kimi insanlar mövcud olmuş təkcə fiziki bütlər deyil. Onlar da saxta bütlər idi. Və Rəbbin adını hədər yerə çəkməmək, Allahın nəbilərini və elçilərini, imamların adlarına hörmət etməkdir. Bəli. Beləliklə, Yəhudiliyin və Musanın, Yuşanın, nəbilərin və elçilərin həqiqi varisləri olduqlarını iddia edənlərə qarşı höccəti tamamlamaq üçün biz Musanın şəriətini Rabbinlər tərəfindən təfsir edildiyi kimi deyil, tam olaraq nazil olduğu kimi qürurla dirçəldirik və ona əməl edirik. Bəli. Çünki biz yalançı mirzələrin fikirləri və qələmləri ilə sulandırılmış inancı deyil, saf inancı miras alırıq. Bəli, bilirsiniz, Allahın heç bir səlahiyyət vermədiyi, məsum olmayan adamlardan almırıq. Bəli. Tamamilə doğrudur və beləliklə şabbatın və bizim sahib çıxacağımız sonrakı Musanın qanunlarının və əmrlərinin tətbiq edilməsi, hansı ki, möminlər reallıqda buna riayət edirlər. Lakin biz bunu hər kəs üçün sadəcə çox aydın şəkildə göstərəcəyik. Bizim həqiqi İsrail oğulları və Musanın həqiqi ardıcıları olduğumuzun Musavi əhdin uzadılmasının və onlara verilən o vədin, bu çətirin, bu qalanın yalnız bizi əhatə etdiyinin bir bəyanıdır. O, buludun yer üzündə başqa heç kimə deyil, yalnız bizə kölgə saldığının və Allahın dini doğru şəkildə tətbiq edən, miras alan və yaşadan bircə nəfər belə olsa, yer üzünü ondan heç vaxt xali buraxmadığının bəyanıdır. Yeri gəlmişkən, bunun qəribə olduğunu düşünənlər və ya müsəlman mühitindən gəlib, belə düşünə biləcəklər üçün əlimizdə bir çox rəvayətlər var. Əhl-i-Beyt əleyhissalamdan gələn bir çox rəvayətlərimiz var ki, orada səhabələrdən biri imamlardan birinin yanına gəlir. O imamın otağına daxil olur və onun orada oturaraq İbranicə, Aramicə və ya Süryanicə dua etdiyini görür. Aydındırmı? Və onlar ondan soruşurlar, sən nə edirsən? Və o belə cavab verir. Mən əvvəllər yaşamış İbrani və ya qeyri-İbrani nəbilərdən və elçilərdən birinə aid olan bir duanı oxuyuram. Onlar onun yanına, yaxud otağına daxil olduqda, onun həmçinin Davudun Zəburundan oxuduğunu görərdilər. Yaxud da əvvəlki nəbilərdən və elçilərdən birinin müəyyən bir şəriətini və ya sünnətini tək başına gizli şəkildə yerinə yetirdiyini görərdilər. Aydındırmı? Yəni bu fikir bugün baş verənlərin, imamların dövründə rəvayətlərdə baş verənlər arasında bircə istisna olmaqla heç bir fərqi yoxdur. O dövrdə bu gizli şəkildə edilirdi. Bizim zəmanəmizdə isə biz bunu açıq şəkildə bəyan edirik. Çünki artıq təqiyyə dövrü geridə qalıb və beləliklə mən və ardıcıllarım böyük qürurla buna əməl edəcəyik və biz bunu həyata keçiririk və biz qürurla bəyan edirik ki, şabbat bizim şabbatımızdır və bu Muhammed Peyğəmbərin günüdür və bu qaimin qiyam günüdür və bu Quran-ı Kərimdə xatırlanan o böyük qurbanın İmam Hüseyn əleyhissalamın qətlə yetirildiyi gündür. Bəli. Və bunun səbəbləri də bunlardır.
ondan bütün o yalançı iddiaçılara qarşı bir sübut kimi istifadə etmək, həmçinin onu dirçəltmək və bizim nəbilərin və elçilərin varisləri olduğumuzu göstərmək. Aydındır? Bəli, yəni düşünürəm ki, bu tarixi ana şahidlik etmək həqiqətən də olduqca gözəldir. Yəni bunu necə təsvir edəcəyimi bilmirəm. Bu olduqca mənalıdır. İnsanların Allahın hakimiyyətini bəyan etdiyini görmək çox təsirli bir hissdir. Onlar Əhl-i-Beytə inanırlar və eyni zamanda əvvəlki nəbilərin və elçilərin təlimlərindən yapışırlar. Və hər ikisinə qürurla sahib çıxırlar. Həmçinin İbrahimin əhdində tətbiq olunan o sünnətə əməl edirlər. Düşünürəm ki, bu inqilabi bir şeydir və insanları bir araya gətirir. Dünyada müxtəlif inanc qruplarına mənsub insanlar arasında bir qədər nifrət və ixtilaf gördüyümüz bir vaxtda biz vəhdəti və əslində bütün bu dinlərin eyni Allahdan gəldiyi və bu təlimlərin Əhl-i-Beytin varislərinə məxsus olduğu həqiqətini görürük. Tamamilə doğrudur və beləliklə biz Musanın şəriətinin əməllərini dirçəltməyə davam edəcəyik. Sonra İsəvi şəriətə keçəcəyik. Daha sonra Muhammədi şəriətə keçəcəyik. Və sonra yeni şəriətə və yeni əhdə keçəcəyik. Və əslində mən indiyə qədər görülməmiş, yalnız bir nəfərdən başqa heç kim tərəfindən yerinə yetirilməmiş ibadət əməllərini də nümayiş etdirəcəyəm. Və inşallah gələcəkdə buna izah edəcəyik. Lakin yolculuğumuzun bu nöqtəsində biz möminlərdən Qurani Kərimin kəlamları üzərində düşünmələrini xahiş edirik. O kəlamlar ki, orada Allahın bütün o iyrənc əməlləri, əxlaqsız əməlləri, yəni fəvahişi, istər zahir olsun, istərsə də batin, haram buyurduğu bildirilir. Və biz bəyan edirik ki, bu ibadət və əməlləri həm zahirə, həm də batin mənaları ilə həyata keçiririk. Beləliklə, bir tərəfdə Adəmə gələn, ona verilən əmrlər var ki, bu da əsasən Adəmə səcdə etməkdir. Bu, onun dövründəki möminlərə verilən əmr idi. Bu, Adəm şəriətinin bir parçası idi. İnsanlar ilahi olaraq təyin edilmiş xəlifəyə səcdə etməli idilər. Necə ki, Allah mələklərə ona öz ruhumdan üfürdüyüm zaman səcdə edin, deyə buyurmuşdu. Eyni şeyi bu günə qədər qoruyub saxlamaq və davam etdirmək bizə də əmr olunub. Və bunu etməklə öz zamanımızın Allah tərəfindən təyin edilmiş xəlifəsinə və ya zamanımızın Adəminə səcdə edən yeganə insanlar olmaqla biz əslində zamanın başlanğıcından bəri mələklərin sünnətini dirçəldirik. Biz o mələklərin varisləriyik, biz o mələklər cəmaatının bir davamçılarıyıq. Onlar bizim ailə üzvlərimizdir, onlar bizim dostlarımızdır. Onlar bizim dəstəkçilərimizdir, çünki biz onlarla eyni dindəyik. Onlar səcdə əməlləri ilə Adəmə itaət edərək Allaha ibadət edirlər. Bu o demək idi ki, onlar onun səlahiyyətini və hakimiyyətini qəbul edir və ona itaət edirdilər. Amma eyni zamanda baş verən daha dərin, daha batini bir şey var idi. Və bu da o idi ki, onlar Adəmə ibadət etməklə Allaha ibadət edirdilər. Və mən bunu deməklə onların bədənə ibadət etdiklərini nəzərdə tutmuram. Mən nəzərdə tuturam ki, onlar Allahın Adəm vasitəsilə zahir olduğunu dərk edərək Allaha ibadət edirlər. Adəm Allahın nurunun var olduğu qibləyə çevrilmişdi və eyni şey bugün, bu dövrdə də baş verir. Dinimizin ardıcılları Allahla əlaqənin mümkün olduğunu qəbul edirlər. Necə ki, Muhammed Peyğəmbər buyurub, kim zamanının imamını tanımadan ölsə, cahiliyyə ölümü ilə ölmüş olar. Kim Allahın elçisini tapsa, Allahı tapmışdır deyən bir hədisin olduğunu qəbul edirik. Biz Əhl-i Beytdən gələn o hədisi qəbul edir və təsdiqləyirik ki, orada onlar Allahın pərdələri, Allahın üzü və Allahın əlləri olduqlarını, dinin bir insan olduğunu və Allahın yaradılışı yalnız onunla bir əlaqə qurmaqdan başqa heç bir səbəbə görə yaratmadığını çox açıq şəkildə bəyan etmişlər. Və həqiqi möminlər zamanın imamının kim olduğunu bilən
Zamanın imamına itaət edən, eyni zamanda Allahın zamanın imamındakı mövcudiyyətini təcəssümlə yox, təcəlli vasitəsilə dərk edən şəxslərdir. Onların qəlbləri Allahın iradəsinin qablarıdır. Onların dilləri isə Allahın kəlamının çatdırılması üçün mexanizmlərdir. Onlar bunu dərk edirlər və Allaha onun evində, o bədəndə, o qiblədə ibadət edirlər. Həqiqi müvəhhidlər onlardır. Yəni həqiqi mələklər məhz onlardır. Və beləliklə yer üzündə buna sahib olan yeganə insanlar bizik. Eynilə İdrisin bir vaxtlar gəzdiyi kimi, biz də bağda Allahla birlikdə gəzirik. Çünki biz dərk edirik ki, Allah bizim danışa biləcəyimiz və birlikdə gəzə biləcəyimiz bir insandır. Bu o demək deyil ki, o ətdən sümükdən olan bir insandır. Bu o deməkdir ki, o təcəlli vasitəsilə bir insan kimi zahir olur. Çünki yaradılış yalnız ona bənzəyən birindən anlaya bilər. Və beləliklə Allah hər dövrdə və hər əsrdə bir insan vasitəsilə zahir olur. Bu o demək deyil ki, həmin insan Allahın özüdür. O deməkdir ki, həmin insan Allahın pərdəsidir. Bəli, sanki Allahın ruhu üçün bir qabdır. Düşünürəm ki, bu hekayə çox güman ki, bütün müqəddəs mətnlərdəki ən vacib və ən önəmli hekayədir. Çünki bu, Allahın necə fəaliyyət göstərdiyini anlamaq üçün bir açardır. Yəni o, bir insan vasitəsilə təcəlli edir. O insan Allahın pərdəsinə çevrilir və insanların Allahla münasibəti də məhz bu cür qurulur. Tamamilə doğrudur. Beləliklə biz indi Adəmi şəriətin bir yarısına əməl edirik. Adəm şəriətinin digər yarısı Adəmə verilən yeganə digər əmr isə törəyib bəhrə verib çoxalmaq əmri idi. Və bunun da həm zahiri, həm də batini mənası var. Onun zahiri mənası budur ki, biz evlənməli və uşaq sahibi olmalıyıq. Və bu elə bir şeydir ki, nəbilərin və elçilərin sünnətidir. Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin sünnətidir və Mehdinin sünnətidir. Möminlər imkanları çatdıqca evlənmək və uşaq sahibi olmaqla mükəlləfdirlər. Lakin bizim yerinə yetirməli olduğumuz bu əmrin daha vacib hissəsi və ya tərəfi bəhrənin və bəhrəli olmağın batini, yəni ezoterik, gizli mənasındadır. Və İsa buyurmuşdur, onları meyvələrindən tanıyacaqsınız. Beləliklə, biz bilirik ki, meyvələr əslində əməllər üçün bir məcazdır. Aydındırmı? Buna görə də biz bəhrəli olmalıyıq. Bizim çoxlu əməllərimiz olmalıdır. Yaxşı işlər, xeyirxah əməllər, mərhəmət dolu əməllər, sevgi dolu əməllər, Allaha itayət və onun yer üzünün, onun məxluqatının qayğısına qalmağa əsaslanan əməllərimiz olmalıdır. Və bəhrəli olanlar, yəni çoxlu xeyirxah əməl sahibi olanlar və öz davranışları ilə insanları inanca gətirib, Allaha doğru çağıraraq, Allahın hakimiyyətinə dəvət edərək onları bağdakı vəhşi heyvanlardan Allaha səcdə edən və onu dərk edən mələkləri çevirərək çoxalanlardır. Beləliklə, həm kişilər törəyib çoxala bilər, həm də qadınlar törəyib çoxala bilər. Adəmə verilən əmrin həqiqi mahiyyəti məhz budur və biz bu iki əmri həm zahiri, həm də batini mənada həyata keçirməklə Adəmin həqiqi varislərinə çevrilmişik. Və əgər kimsə Adəmə, onun ardıcıllarına və ya övladlarına baxmaq istəyirsə, məndən, Əhməd Əl-Həsəndən və ətrafımızdakı möminlərdən başqa yerə baxmasına ehtiyac yoxdur. Çünki biz Adəmə verilən əmrləri mükəmməl şəkildə dərk etmiş, miras almış, tətbiq etmiş və onlara əməl etmişik. Beləliklə biz ilk əmrlə və ya ilk əhdlə əhatə olunmuşuq və hələ də onun içindəyik. Bəli, Allahın bu əmrinin gizli və ya batini mənasını bizə aydınlaşdırdığınız üçün təşəkkür edirəm. Bu olduqca maraqlıdır. Allah səndən razı olsun və eyni şey Nuhun əhdinə də aiddir. Eyni vəziyyət orada da baş verir. Nuha 2 Adəmi əhdi və ya 2 Adəmi əmri qoruyub saxlamaq əmr edilmişdi və ona əlavə əmrlər də verilmişdi. Onlardan biri adam öldürməmək əmri idi və kim bunu edərsə öldürülməlidir. Və sözsüz ki, biz bunu qəbul edirik və ona həm zahiri, həm də batini mənada əməl edirik. Biz adam öldürməkdən çəkinirik və hesab edirik ki, kim bir insanı öldürərsə, sanki bütün bəşəriyyəti öldürmüş kimidir. Və başqasını haqsız yerə öldürən birinin ədalətli cəzası edamdır. Və bu gözə-göz prinsipidir. Yəni bir insanın başqalarına etdiyinin eynisi onun özünə edilməlidir. Və biz bunu həmçinin batini mənasında da həyata keçiririk.
O da budur ki, biz möminləri inancdan çıxarmaqla onları öldürmürük. Biz möminin şəxsiyyətini qətlə yetirmirik. Biz inanırıq ki, fitnə qətldən daha ağırdır. Beləliklə, kiminsə cismini öldürməklə onu zahirdə öldürmək anlayışı var. Lakin siz bir möminin ruhunu öldürməklə onu öldürə bilərsiniz. Və ruh küfrə düşdükdə o ruh ölmüş sayılır. Ruhların küfrə düşməsinə səbəb olan isə fitnədir. Beləliklə, biz qətlə yetirmədiyimiz kimi fitnə də yaratmırıq. Yəni, biz əmrin həm zahirinə, həm də batininə riayət edirik. Həmçinin görürsünüz, indi ona ət yeyə biləcəyi əmr olunur. Lakin bu kəsilmiş ət, bişmiş ət olmalıdır. O qan içə bilməz və canlı bir heyvana bitişik olan əti yeyə bilməz. Və biz də bunu qoruyuruq və qan içməyi, diri heyvanı yeməyi və ya diri heyvanın hər hansı bir hissəsini yeməyi natəmiz bir əməl hesab edirik. Və biz vilayət altında olduğumuz halda buna riayət edirik və biz həm də onun batini mənasına əməl edirik. Hansı ki, bu əsasən qardaşının ətini yeyərək və ya başqa bir insanın ətini yeyərək qeybət etməməkdir. Bəli. Biz bunu etmirik, bu qeybətdir. Beləliklə, Nuhun əmrinin batini mənası qeybət etməmək idi. Əmrin zahiri mənası isə canlı donuzun ətini yeməkdən çəkinmək idi. Vay, bu heyrətamizdir, lakin çox məntiqlidir. Bəli, Allahın müxtəlif əmrlərinə dair bu əlavə mənaları bizə öyrətdiyiniz üçün təşəkkür edirik. Və inşallah əslində düşünürəm ki, insanların onların hər birinə aid zahiri əmri və batini əmri görməsini asanlaşdırmaq üçün bunu sirlər zalında nümayiş etdirəcəyim bütöv bir xütbəmiz olacaq. Və o zaman görəcəksiniz ki, biz şəriətin ən mükəmməl qoruyucularıyıq. Biz Allahın hakimiyyətinin təbliğ bayrağı ilə gəlmişik və deyirik ki, bütün qondarma müsəlman hökumətlərindən və millətlərindən başlayaraq planetin üzərindəki hər bir hökumət qeyri-qanunidir. Və biz yer üzündəki başqa heç bir hökuməti, o cümlədən bunun ən önündə gedən Amerika Birləşmiş Ştatları hökumətini, bütünlükdə İsrail hökumətini və mövcud olan hər hansı digər milləti bu qeyri-qanunilikdən istisna etmirik. Onların hamısı qeyri-qanunidir. Allah onları tanımır və insanların yazdığı qanunları da tanımır. Əgər bir insan həqiqi mömindirsə, həmin inancın həqiqi etiqadı və tətbiqi elə ən başından etibarən Allahın həqiqi niyyəti onun elçisinə itaət edilməsi idi. Buna görə də Qurani-Kərimdə buyurulur: Biz hər bir elçini Allahın izni ilə yalnız ona itaət edilsin deyə göndərdik. Yəni o, Musanın dövlət başçısı olduğu kimi bir dövlət başçısı olmalıdır. Sonra isə Qarun və digər insanlar etiraz edərək dedilər: Bəli. Baxın, biz hamımız müqəddəs olduğumuz və hamımıza rəhbərliyə layiq olduğumuz halda Musa özünü bizim üzərimizdə padşah etməyə çalışır. Bəs Allah nə etdi? O, yeri yardı ki, yer onları udsun. Çünki o, başqa hər hansı bir kəsin öz xalqına rəhbərlik etməyə layiq olduğunu iddia etməsi fikrinə nifrət edir. Əksinə, bu varlıqların yaradıcısı olan özü, kimin idarə etməyə və yaradılışda onun dili, onun pərdəsi rolunu oynamağa layiq olduğunu çox gözəl bilir. Və bu gün baş verən də eynilə budur. Görürsünüz ki, bütün yer üzü Qarun və onun yoldaşları kimi davranır və onların yolu ilə gedir. Və məhz elə buna görə də Mehdini izləyən və Mehdini öldürməyə çalışan ordunu sonunda yer udacaq. Bu Qarun onun ailəsi və tərəfdarlarının özlərini rəhbərliyə daha layiq gördükləri kimi, özlərini rəhbərlik etməyə Mehdidən daha layiq görənlər və nələrin baş verdiyini görməlidirlər. Və bundan ibrət almalıdırlar. Bizim missiyamız isə insanları öz küfürlərinin nəticələri barədə məlumatlandıraraq onları xəbərdar etməkdir. Həmçinin onlara bildirməkdir ki, əgər Yunus Peyğəmbərin qövmü kimi tövbə edib, yer üzünü Allahın idarə etməsinə imkan verməsələr, yer üzü və onun bütün sakinləri
Allahın bütün dünyanı bürüyəcək o hədsiz dərəcədə böyük əzabının kölgəsi altındadırlar. Tamamilə doğrudur. Yəni bu hekayələrdə böyük xəbərdarlıqlar var və bu çox aydındır. Demək istədiyim odur ki, xüsusən də sizin toxuduğunuz o hekayə, yəni Qarunun və onun xalqının üsyanı hekayəsində onların əslində üsyan etdikləri şey Allahın hakimiyyəti ideyası və Allahın Musanı seçmiş olması faktı idi və bu bir çox insan üçün böyük bir büdrəmə nöqtəsidir. Amma siz insanları bu kitablarda yazılanları və bu hekayələr vasitəsilə qorunub saxlanılanları, insanlara rəhbərlik edəcək şəxsi yalnız Allahın özünü seçdiyi həqiqətini görməyə çağırırsınız. İnsanlar isə Allahın seçiminə hörmətlə yanaşmalı və həmin şəxsə tabe olmalıdırlar. Yəni düşünürəm ki, bu bütün din tarixi boyunca açıq-aydın görünən ortaq cəhətdir və siz bu gün dünyada bunu vurğulayan, insanları kör olmaqdan vaz keçməyə, bu hekayələrə baxmağa və əslində nələrin baş verdiyini görməyə çağıran yeganə insansınız. Tamamilə doğrudur. Beləliklə ümid edirəm ki, bu bölüm bu kanalı izləyən və təsadüfən qarşısına çıxan insanlar üçün bizim nəyə dəvət etdiyimizi anlamağa xidmət edən bir aydınlaşdırma bölümü oldu. Və biz hər kəsdən xahiş edirik ki, bizim haqqımızda Allahdan soruşsunlar. Biz istəyirik ki, onlar bizim ortaya qoyduğumuz sübutları araşdırsınlar, oxusunlar və onlar haqqında düşünsünlər. Biz onları öz bildikləri yolla Allaha dua etməyə dəvət edirik. O onlara nuru göstərsin və yalan danışıb danışmadığımızı onlara bildirsin. Çünki biz tam əminliklə bilirik ki, Allah bizimlədir və yəqinliklə bilirik ki, bizi O göndərib. Və mən mütləq şəkildə bilirəm ki, mən İmam Mehdi tərəfindən müsəlmanlara göndərilmiş bir elçiyəm. Mən Məryəm oğlu İsa tərəfindən xristianlara göndərilmiş bir elçiyəm. Mən İlyas və Musa tərəfindən yəhudilərə göndərilmiş bir elçiyəm və mən bütün nəbilərin və elçilərin varisiyəm. Mən ilahi səlahiyyətlə danışıram və 2015-ci ildən bəri bunu bəyan edirəm. Allah səndən razı olsun. Təşəkkür edirəm. Təşəkkür edirəm ata.